Qurbanlıqda qurban kəsəcəyimiz heyvanı Zilhiccə ayı girməmişdən qabaq almaq olar. İcazəlidir. Qurban bayramı günü Allah-u Teala'ya ibadət və itayət etmək üçün qurban kəsəcəyimiz heyvanı Zilhiccə ayından qabaq Zilqadə ayında yaxud Zilqadə ayından qabaq Şəvval ayında almaq olar, icazəlidir. İnsan qurban kəsəcəyi heyvanı, məsələn oyunu, məsələn qoçu, məsələn keçini, məsələn inəyi, məsələn dəvəni, məsələn dananı qurbanlıqdan neçə aylar qabaq alıb özü saxlaya bilər. Onun yeməsidir, içməsidir, kökəlməsidir, qulluğudur, özü edə bilər. Sonra qurbanlıq günündə Allahın adı ilə, onun köməkliyi və yardımı ilə kəsə bilər. İnsan qurbanlıqda qurban kəsməyə niyyət edib, qararlıdır, əzimlidir. Qurban bayramı günü Allahın köməkliyi ilə qurbanlıq heyvanın kəsəcək. Lakin bu şəxs kəsim işini özü etməyəcək. Ya bir dostundan xahiş edəcək, ya bir qardaşından xahiş edəcək, ya da bir qəssab çağıracaq, heyvanı o kəsəcək. Həmin bu dostların, qəssabların üzərinə qurbanlıqla əlaqəli heyvanı kəsib qurtarana qədər dırnaqdan götürməmək, saçdan, saqqaldan, dəridən götürməmək hökmləri onlara aid deyil. O dostlara, o yaxın qardaşlara, o qəssablara aid deyil. Onlar istəsələr dırnaqlarını kəsə bilərlər, saçlarından, saqqallarından götürə bilərlər. Bu hökmlər aiddir qurban kəsməyə niyyət edən şəxsə. Özü hətta kəsməsə belə, başqasına kəstirmiş olsa belə. Bu hökmlər aiddir qurban kəsməyə niyyət edən şəxsə. Qurban kəsməyə niyyət edən şəxs başqasına kəstirmiş olsa belə, istər bu qəssab olsun, istər bu yaxın dost, qardaş olsun, hökmlərə əməl edir. Dırnağını kəsmir, saçından, saqqalından götürmür, bədənin heç bir yerindən tük götürmür. Amma qəssab, amma o yaxın dost, amma o yaxın qardaş hökmlər ona aid deyil. O saçından, saqqalından, bədəninin digər yerindən tüklər kəsə bilər.